Gəlirlər ki, məni qısqanır, deməli məni sevir. Bu belə bir Qısqanclıq anlayış var. sevgi bizə belə öyrədilib də, yəni uşaqlıqdan ki, bir kişi qısqanırsa, qısqanmır, hətta belə deyirlər ki, qısqanmırsa sevmir. Absurddur da bu. Yəni həqiqətən bu düşüncələr bizə yeridildiyi üçün biz o travmaları buraxmalıyıq. Daha sonra əsl sevgiyə keçməliyik. Və bir qızın beynində əgər varsa ki, mənim yoldaşım məni qısqanır, ona görə ki, məni sevir, əlbəttə ki, həmin qız gedib həyatına kimi çəkəcək? Onu qısıtlayan birini. Qısqanclıq bərabərdir qısıtlama. Və beynimizdə hansı proqram otuzdurulubsa, eyni münasibət siklını başlayırıq həyatımızda da yaratmağa. Və ona görə də məhz o uşaqlıqdan öyrədilən əvvəlki mexanizmanı geridə buraxmalıyıq. Xoşbəxt bir münasibət istəyiriksə, yeni bir mexanizm beyində otuzdurmalıyıq. Yəni yeni neyron birləşmələri yaranmalıdır. Bu da yalnız terapiyalar vasitəsilə mümkündür.